Bu gördüğünüz qadın bir anadır və hazırda polis onu qollarından tutub konkret ruhi dispanserə, bax bu işgəncə otağına sürükləyir. Günahı nədir bilirlər? İtkin düşən 9 yaşlı doğma oğlunu tapdıqlarını deyən polisə, bu uşaq mənim oğlum deyil deməsidir. Polis öz reytingini və öz rüşvətxorluğunu gizlətmək üçün küçədən tapdığı tamamilə başqa bir uşağı bu anaya sırmağa çalışır. Qadın etiraz edəndə isə onu konkret dəli elan edib, bax bu soyuq divarların arasında elektroşok işgəncələrini atırlar. Dostlar, bu Hollywood traileri deyil. Bu 1928-ci ildə Los Angelesdə Christina Collinsin başına gələn və bütün Amerikanı ayağa qaldıran real və tükürpərdici bir dəhşətdir. Hər şey Kristinin balaca oğlu Walter'ın bir gün evdən çıxıb bir daha geri qayıtmaması ilə başlayır. O dövrdə Los Angeles Polis İdarəsi konkret rüşvət və cinayət bataqlığındadır. Xalq artıq küçələrə çıxıb etiraz edir. Polis rəhbərliyini təcili olaraq özlərini təmizə çıxaracaq bir qəhrəmanlıq ssenarisi lazımdır. Və düz 5 ay sonra Illinois ştatında Walter'a bənzəyən bir uşaq tapırlar. Bütün mətbuat, jurnalistlər, fotoqraflar yığılırlar vağzala və böyük bir şou qurulur. Kristin qaça-qaça qatarın yanına gəlir. Amma uşağı görən kimi bədəni buz bağlayır. Uşağın göz quruluşu fərqlidir. Boyu Walter'dən konkret qısadır. Hətta ortada inanılmaz bir tibbi fakt var. Kristinin oğlu Walter sünnət olunmayıb. Amma bu tapılan uşaq sünnətlidir. Kristin bu mənim uşağım deyil deyib qışqıranda polis kapitanı Jones qadının kənara çəkir və qulağına pıçıldayır. Kameraların qarşısında bizi rüsvay etmə. Apar bu uşağı və bir neçə ay yoxla. Bəlkə stressdən öz uşağını tanımırsan və dövlət səviyyəsindəki o dəhşətli oyun beləcə start götürür. Kristin uşağı məcbur evə gətirir, amma hər gün yeni bir sübut tapır. Walterin diş həkimi gəlir, uşağın ağzına baxıb rəsmi sənəd imzalayır ki, bu uşağın diş quruluşu Walterla tamamilə fərqlidir. Kristin bütün bu tibbi sübutları, şahidləri toplayıb yenidən polis idarəsinə gedir və məni axmaq yerinə qoymayın. Mənim doğma oğlumu axtarmağa davam edin, deyir. Bax, polisin əsl qəddarlığı və fırıldaqlığı tam olaraq burada dövrəyə girir. Kapitan Jones öz kreslosunu və polisin reytingini qorumaq üçün Kristini konkret olaraq pis yana və ruhi xəstə elan edir. Deyir ki, bu qadın uşağına baxmamaq, məsuliyyətdən qaçmaq üçün öz doğma oğlunu danır. Heç bir məhkəmə qərarı olmadan qadını birbaşa ruhi dispanserə qapadırlar. Dəlxanadakı həkimlər və tibb bacıları anaya konkret işgəncə verirdilər. Onu ağır dərmanlarla yatızdırırlar. Onların tək bir məqsədi var: Kristinin iradəsini qırmaq və ona bir kağız imzalatmaq. Etiraf edirəm ki, tapılan uşaq mənim oğlum Walter'dır. Amma bir ananın ruhunu konkret qıra bilmirlər. Kristin nə qədər işgəncə görsə də o saxta sənədlərə qol çəkmir. Yaxşı, bəs əsl Walter'ə nə olmuşdu? Və polis anaya bu oyunu oynayarkən arxada hansı dəhşəti gizlədirdi? Kristin dəlxanada əzab çəkərkən şəhərin kənarında bir fermada başqa bir cinayətin üstü açılır. Gordon adlı bir manyak balaca uşaqları qaçırıb öz firmasında konkret qəssab kimi qətlə yetirirmiş. Tutulan manyakın köməkçisi məhkəmədə hər şeyə etiraf edir və öldürülən uşaqların siyahısını onlara verir. O siyahıda Kristinin oğlu Walter'in adı var idi. Bəs o vağzaldakı saxta uşaq kim idi? Sən demə o balaca uşaq evdən qaçınmış və sadəcə sevdiyi aktyorlarla görüşmək üçün Hollivooda getmək istəyirmiş. Polislər də yolda onu tapıb qorxudublar ki, sən özünü Walter kimi qələmə verəcəksən, yoxsa səni həbs atarıq. Uşaq da konkret qorxudan bu dövlət fırıldağına ortaq olunmuş. Həqiqət ortaya çıxandan sonra şəhərdə konkret xaos yaranır. Kristin dəlxanadan buraxılır. O rüşvətxor polis kapitanı rüsvayçılıqla işindən qovulur və manyak isə məhkəmə tərəfindən edam edilir. Amma Kristin Collins ömrünün sonuna qədər oğlunun o fermada öldüyünə heç vaxt inanmadı. O son nəfəsinə qədər küçə-küçə gəzib öz doğma oğlunu axtarmaqdan qətiyyən vaz keçmədi. Bax belə canlar, bir dövlət sisteminin öz kreslosunu qorumaq üçün bir anaya etdiyi bu psixoloji fırıldaq haqqında sizlər nələr düşünürsünüz? Siz olsaydınız o dəlxanada işgəncələrə dözüb o kağızı imzalamazdınız, yoxsa təslim olardınız? Fikirlərinizi konkret rəylərdə gözləyirəm. Videonu bəyənib abunə olmağı unutmayın. Növbəti ssenarilərdə görüşənədək sağ olun və özünüzə yaxşı baxın.